Salam, hörmətli Azpoz istifadəçiləri. Bugün sizi Azpoz satış saytımızın necə işlədiyi ilə tanış edəcəm. İlk növbədə Azpoz satış tətbiqinə daxil oluruq və qarşımızda belə bir bölmə açılır. Bu bölmə vasitəsilə biz istifadəçilərin kodlarını daxil edərək onların şəxsi kabinetlərinə giriş edə bilirik. İlk növbədə mən bir kodunu daxil etməklə kassirin şəxsi kabinetinə giriş edirəm. Giriş etdikdən sonra qarşımızda belə bir bölmə açılır. Bu bölmədə olan rəngli kvadratlar alt kateqoriyaları və onların içərisindəki məhsulları göstərir. Mən kateqoriyanın üzərinə klik etməklə və müvafiq alt kateqoriyanı seçməklə məhsulları görə bilirəm. Məsələn, mausu seçək. Mausu seçmək üçün bir dəfə üzərinə klik etmək kifayətdir. Klaviatura, prosesor. Gördüyümüz kimi seçdiyimiz məhsullar sol küncdə əks olunur. Buradan X simgə vasitəsilə biz məhsulların miqdarını dəyişə bilirik. Məsələn, mən prosesordan 1 yox, 2 ədəd almaq istəyirəm. OK düyməsini sıxdıqda prosesorun miqdarı 2 ədəd olur. Və ya mousedan 1 ədəd yox, 3 ədəd almaq istəyirəm. Miqdarı daxil edirəm, OK düyməsini sıxıram və beləliklə 3 ədəd olur. İkinci simgə vasitəsilə biz məhsulları müxtəlif müştərilərə müxtəlif qiymətlərdən sata bilirik. Məsələn, mausun qiyməti 30 manatdır. Lakin mən mausu müştəriyə 35 manat qiymətə satmaq istəyirəm. OK düyməsini sıxdıqda bir mausun qiyməti 35 manat, ümumi toplam qiymət isə 105 manat olur. Və ya klaviaturanı müştəriyə 40 manat qiymətlə satmaq istəyirəm. 40 manata daxil etdikdə klaviaturanın qiyməti 40 manat olur. Bir ədəd olduğuna görə də ümumi toplam qiymət 40 manat göstərir. Üçüncü simgə vasitəsilə biz seçdiyimiz məhsulun miqdarını azalda, dördüncü simgə vasitəsilə artıra bilərik. Sonda ətraflı bax hissəsi vasitəsilə biz seçdiyimiz məhsulların alış fakturalarına, satışa, qaytarmalara, hansı tarixdə olduğuna, qəbz nömrəsinə, kontragentin adına, miqdarına və ambardakı miqdarına baxa bilərik. Qeyd edim ki, ətraflı bax bölməsində biz tarix aralığında seçə bilirik. Tarix aralığını göstərməklə yalnız həmin tarixdəki məhsulları görə bilirik. Məhsulu seçmək üçün də məhsulun üzərinə klik edirik və burada məhsullar bölməsi açılır. İstədiyimiz məhsulun üzərinə sıxırıq, məsələn AirPods. Klik etdikdə yalnız AirPods üçün olan əməliyyatlar görünür. Burada yalnız əsas ambar görünməsinin səbəbi bizim bir ambarımız olmasıdır. Əgər başqa ambar olarsa, burada əks olunur. Qeyd edim ki, açılan pəncərədə məhsulların hamısını görmək üçün axtar düyməsinə klik edirik. Klik etdikdə bizdə olan bütün məhsullar burada əks olunur. Məhsulun barkodu, adı, ambar və satış qiymətləri. Burada ambarın qırmızı göstərilməsinin səbəbi artıq həmin məhsulların ambarımızda mövcud olmamasıdır. Kateqoriya barkodlu göstərilərsə, bu o deməkdir ki, məhsul üçün alt kateqoriya və ya kateqoriya daxil edilməyib.